Azərbaycan Respublikasının dövlət himni səslənir. Salam, hər vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. Bugün AFFA U16 Liqasının final görüşünü sizlərə təqdim edirik. Ümid edirik ki, bugün layiq olan komanda çempion olacaq. Bugün ədalətli mübarizə izləmək istərdik. Görüşü Əkbər Əhmədov idarə edir, ona kömək edir Məhəmməd Əli Kərimov və Zakir Şükürzadə. Onlara da hər iki komanda bugünkü final oyununda uğurlar arzu edirik. İnanırıq ki, bugün maraqlı 90 dəqiqə, bəlkə də 120, bəlkə də oyun sonrası penaltilərə ehtiyac duyulacaq. Hər halda maraqlı olmasını istərdik. Bir neçə dəqiqədən sonra bu möhtəşəm qarşılaşma artıq start götürəcək. Qeyd edim ki, Qarabağ komandası artıq ikinci mövsümdür ki, ard-arda finala vəsqə qazanır və çempion adını qazanır. Bu dəfə isə Neftçi ilə qarşılaşacaq. Nəyə görə bu dəfə dedim? Çünki son iki mövsümdə Qarabağın bu yaş qrupu Sabah ilə qarşılaşmışdı və hər iki oyunda qələbə qazanmışdı. Ötən turu 15 liqasının final oyunu 2-2 hesabı ilə bitmiş və oyun sonrası penaltilərdə 17-16 hesabı ilə Qarabağ qələbə qazanmışdı. Ondan əvvəlki oyunda isə Sabah Binəqədi stadionu keçirilən oyunda Qarabağa 1-2 hesabı ilə məğlub oldu. Ümid edirik ki, bugün hər iki komanda yaxşı futbol göstərəcək. Bugün həm Qarabağın azarkeş ordusu, eyni zamanda Neftçi, Fordo Neftçi də bugün meydanda da qarşılaşma başladı. Neftçi mərkəzdən topu oyuna daxil edir. Komandaların heyətləri ilə sizi tanış edirəm. İlk növbədə Neftçi komandası qonaq, nominal qonaq qismində bizə göstərilib. Qapıda 1 nömrə Nurəziz Əzizov, 2 Əli Bayramov, 4 İsmail Səfərli, 7 Xəzər Nağızadə, 9 Orxan Əliyev, 11 Ramin Abiyev, 23 Nurlan Mələkov, 14 Hüseyin Ümbətov, 15 Amin Hüseynzadə, 16 Raib Əhmədzadə, 22 Emin Süleymanov. Baş məşqçi Eldəniz Məmmədovdur. İndi isə Qarabağ komandasının heyətini sizə təqdim edirəm. Qapıda 1 Bilal Hacıyev, 3 Amin Rızayev, 7 Hüseyin Bayramov, 9 Murad Quluzadə, 11 Polat Söynov, 13 Kemalettin Cəfərli, 14 Onur Əliyev, 15 Eldar Abbasov, 16 Kənan İsmailov, 19 Murad İbrahimli, 23 Fərid Cavadlı. Baş məşqçi Asif Əlizadədir.
Nuraziz topu irəli vurur. Ehtiyat oyunçularla sizi tanış edirəm. Qarabağdan başlayırıq. 2 Murad Əmirxanov 4, Uğur Qurbanlı 6, Səid Nuriyev 9, Riyad Qaradağlı 10, Əli Bəşirov 12, Nihat Həsənov 18, Elxan Əliyev 20, Cavidan Həmidov 22, Ali Abdullayev 99, qapçı Əli Zeynalzadə. Neftçidə 3 içəriyə doğru ötürmə və Qarabağ müdafiəçiləri topu uzaqlaşdırır. 3 sahib Xəlilli 5, Tural Əlili 6, Zərxan Əbilov 10, Ayxan Hüseynov 12, Ramil Sazonov 17, Yusif Əliyev 19, Nazar Məmməd Əliyev 20, Adəm Qafarov 99, Həmzə Qoca. Neftçiyə bu dəqiqələrdə möhtəşəm azarkeş dəstəyi var. Amin qeyd edim ki, artıq Premyer Liga təcrübəsi olan oyuncudur. Qarabağın U16 komandasının heyətində çıxış edir. Amin Rızayev geriyə Bilal Hacıyevlə oynuyor. Sağ cinaha doğru ötürmə, Fərid topu irəli, Hüseyin Bayramov, amma ondan əvvəl Nurlan topa yetişir. Bayramov. Qarabağ sağ cinahdan hücum qurmağa çalışır. Fərid. Eldar. Hüseyin Bayramov. Uzun oynuyor. Neftçi müdafiəçiləri topu uzaqlaşdırır. Və top meydanı tərk edir, out. Bilal Hacıyev topu qüvvətli zərbə ilə irəli vurur. Qarabağ komandası hücum qurmağa çalışır, lakin hücum yarımçıq qalır. Amin topladı. Solla oynuyor. Ramin ona qarşı qayda pozulur. Cəlmə zərbəsi yerinə yetəcək Qarabağ Neftçi futbolçuları. Forza Neftçi isə dayanmaq bilmir. Görüş başlayandan Neftçini irəliyə qələbəyə səsləyirlər. Sol cinahdan Ramin qapıya zərbə, qapçı topu qaytar və gol! 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 Neftçi topu qapıdan keçirir. Emin Süleymanov Bilal Hacıyevdən qaydan topu qapıya göndərir. Final görüşündə hesab açılır. Forza Neftçi bu qolu bu cür bayram edir. Neftçi 1, Qarabağ 0. Görüşün 13-cü dəqiqəsində Neftçi oyuncuları hesabı açır. Amin. Ümid edirik ki, bundan sonraki dəqiqələrdə daha maraqlı görüş izləyəcəyik. Artıq Qarabağ azarkeşlərdə bu dəqiqələrə fəallaşmağa başlayıblar. Fərid. Uzun ötürmə, amma Nuraziz üçün bu topu tutmaq o qədər də çətin deyil. Nuraziz topu oyuna daxil edəcək. İrəliyə. Orxan amma top uzaqlaşdırılır. Onur. Hüseyin Bayramov. Ötürmə yoxdur, oyundan kənar verilir. Polad hesabı yox, ötürmə hara etdi, amma nələr baş verir bu dəqiqələrdə. Qarabağ futbolçuları əlverişli imkandan yararlana bilmir. Hüseyin Bayramov gözəl ötürmə ilə yatdı qalmış, lakin Polad bu epizodda ötürmə vermək qərarını verdi. Bəlkə də Muradın daha əlverişli mövqeydə olduğunu düşünmüşdü. Emin görüşdə vurulan hələ ki ilk qolu müəllifi, yaxşı ötürmə. Amin Abbasov. Ondan toparlar Qarabağ. Bayramov irəli oynuyor. Murad. Yenidən Bayramov. Hüseynin əla ötürmə. Murad. Topu meydanda saxlaya bilir ki, yenidən Hüseyin Bayramov içəriyə doğru uzun oynamağa qərar verir, amma bəli hücum davam edir. Onur rəqibi keçdi və top qapının üstündən keçir.
Qarabağ komandası küncüdən zərbə ilə topu oyuna daxil edir içəriyə. Doğru qapıya zərbə, qapısı Nurəziz yaxşı oynayır, daha bir zərbə. Kemalettin zərbəsindən sonra top Nurəziz deyərək meydan tərk edir, daha bir ikinci zərbəsini Qarabağ futbolçuları cərmə zərbəsindən topu oyuna daxil edəcək. Murad Quluzadə topun gerisindədir. Qarabağın 8 nömrəli futbolçusu. Hakimdən işarə gəlir. İçəriyə doğru və top qapının yanından keçir. Onur bu qədər də yaxşı oyunla yatdı qalır. Onur topu qapıya, zərbə top dirəyə deyərək oyuna qayıdır. Polat qapıya daha bir zərbə, bu dəfə də Nurəziz yaxşı oynayır. Cərmə zərbəsindən Xəzər Nağızadə topu oyuna daxil etməlidir. Sol ayağı ilə içəriyə doğru ötürmək. Yox, qarışıq bir vəziyyət var qapıya. Zərbə vurmağa imkan tapılır və 2-0 Neftçi futbolçuları fərqi bir qədər artırır. Orxan Əliyev qarışıqlıqdan maksimum yaralanaraq topu Qarabağın qapısından keçirir. Fərq bir qədər də artır. Bundan sonraki dəqiqələri Neftçinin işi, Qarabağın işi çətin olacaq. Yeniden Forza Neftçi bizlərə göstərilir. Vurulan bu qolun təkrarı bir daha bizlərə təqdim olunur. Qarışıq bir vəziyyət vardı və top bu cür Qarabağın qapısına daxil olur. Mərkəzdən Qarabağ topu oyuna daxil edir. 2 mövsüm ardarda Azərbaycan çempion olmaq adına layiq görüblər. Bugün isə bu final görüşündə isə 2-0 hesabı ilə geridədirlər. Fərddən içəri qapıya zərbə. Murad istədiyi zərbə indirə bilmir. Standart vəziyyətdən Neftçi topu oyuna daxil edir. Bayramov və beləliklə ilk hissə başa çatır. Hörmətli futbol azarkeşləri qısa fasiləyə ayrılır. Qarabağ və Neftçi komandaları arasında keçirilən oyunun ilk hissəsindən sonra Bir daha vaxtınız xeyir olsun hörmətli futbol azarkeşlər. Qarabağ Neftçi görüşünün ikinci hissəsi bizlərə təqdim olunur. Ümid edirik ki ilk hissə daha maraqlı. Oyunla yadda qalacaq hər iki komanda mərkəzdən. Top artıq oyuna daxildir və dərhal da qayda pozulur. Eldar görüşdə vurulan ilk qolun müəllifinə qarşı qaydanı pozmuşdu. Hüseyin topu oyuna daxil edir. Nurəziz. Nurlan. Mərkəz istiqamətinə edilmiş ötürməkdir. Fərdi Keriyə Bilal Hacıyevlə oynuyor. İrəliyə doğru. Onur. Onurdan əla bir ötürmə, amma hücum qurmaq. Yox, top meydanı tərk etmir. Xəzər. Out. Cəlmə zərbəsini Neftçi futbolçuları yerinə yetirəcək. Nurlan Mələkov topu oyuna daxil edir. Amin Rızayev. Qarabağ sürətli əks qurmaq üçün imkan qazanıb ötürmə. Kənan İsmailov. Kənan bir rəqəbini keçdi sürətlə. Toplar əldi və cəlmi meydançasına daxil ötürmə. Onur istiqamə, Onur zərbə vurmağa bir qədər. Geçkin Onurdan zərbə və gol! Qarabağ buraxılan qollardan bir nəvəzlə çıxır. Onur Əliyev topu qapıdan keçirir. Top istiqamətini dəyişsə də qolun adını dəyişmir. Onur Əliyev qol sevincini məşqçilərə bölüşür. Neftçi.
Vurulan qolun təkrarı bir daha bizlərə təqdim. O Kənan İsmailov bu epizodda yaxşı sürət yığdı. Amin Rızayevin ötürməsini qeyd etmək lazımdır. Onur çevrildi bu epizodda. Topu bu cür qapıdan keçirir. Mərkəzdən Neftçi futbolçuları topu oyuna daxil edir. Qarabağ oyuna qayıtmağa çalışır. Onlar 2 top fərqi ilə geridə indi isə fərq minimum menib. Nurlan qayda pozulur. Qarabağ azarkeşləri bu dəqiqələrə öz komandalarına dəstəklərini nümayiş etdirirlər. İçəriyə doğru ötürmə başla, o qədər də təhlükəli olmur. İsmail Səfərli cərmə zərbəsindən topu oyuna daxil edir. İçəriyə ötürmə, zərbə olacaqmı yox? Buna imkan vermirlər. Yenidən Qarabağ Əksun bu dəfə də Amin Rızayev topla irəliləyir. Solda oynuyor. Onurdan içəriyə doğru. Yoxdur oyundan Murad qapı istiqamətlə zərbəsi amma oyundan kənarı vəziyyət yox. Yan xəta hakimi bu epizodda bayrağı havaya qaldırmamışdı, lakin zərbə o qədər də təhlükəli alınır. Bəlkə də Murad İbrahim ilə bu epizodda oyundan kənar vəziyyətin olduğunu düşündü. Ona görə də topa bu cür zərbə indirir. Nuraziz Əzizov qapıdan zərbə ilə topu oyuna daxil edəcək. İrəli oynuyor. Kənan bir rəqibə gözəl şəkildə keçdi. Kənan'a əlavə bir ötürmə yoxdur oynanarkən Murad İbrahim Murad amma sürətini çox yığdı və top meydanı tərk edir. İrəliyə. Artıq görüşün də sonlarına doğru gedirik. Eldar Abbasov Amin Rızayev'la oynuyor. Amin İsmail onun karşısında ve yok oyunda mı bir kapıya zərbə. Top kapının yanından keçiyor Riyad Qaradağlı. Çempionatın bombardiri. Ferit daha bir ötürmə. İçəriyə oynuyor. Murat'tan top meydanı tərk etməmişdi. Riyad. Yox, Polad istiqamətində. Polad, Riyad. Qapıya zərbə vurmaq lazımdır. Bu dəqiqələrə Qarabağa qol lazımdır. Amma hələ ki onlar bunu edə bilmirlər. Ferit. Hakim. Top. Qarabağda da oyun və indi hakim görüşü dayandırır. Neftçinin 2 oyuncusu yerdə qalmışdı. Murad Quluzadə dərhal top oyuna daxil etdi. Eldar Abbasov. Qayda pozulur. Hakim fikrinə görə bu epizodda Eldar Abbasova qarşı qayda pozulmuşdu. Cərmə zərbəsini Qarabağ yerinə yetirəcək. Murad Quluzadə. Bir qədər azarkeşlər meydanda gözəl futbol ab-havası yaradıblar. Həm Forza Neftçi, həm Qarabağ ordu, həm də Qarabağın azarkeş qrupu. Murad. Əkbər Əhmədov öz mövqeyini alır və zərbəyə icazə verir içəriyə doğru.
Ötürmə edilir, yox, qarışıq bir vəziyyət var. Qapıya zərbə vurmağa imkan var və Riyad Qaradağlı topu qapıdan keçirir. Hesab bərabərləşir. Görüşün sonuna 2 dəqiqə qalmış. Riyad Qaradağlı U16 liqasının bombardiri topu qapıdan keçirir. Və bu deməkdir ki, oyun əlavə vaxta gedə bilər. Riyad Qaradağlı sona 2 dəqiqə qalmış. Topu bu cür qapıdan keçirir. Qarabağ tərəfi sevinir. Golun təkrarı bizə bir daha təqdim olunur. Murad Quluzadə. Topu oyuna daxil edir. Bu epizodda qarışıq bir vəziyyət yaranmış. Halbuki Neftçi də məsələ bu epizodların birində hesabı açmışdı. Gücdən zərbə ilə Emin Süleymanov topu oyuna daxil edir. İçəriyə doğru yox, zərbə vurmağa imkan verilmir. Qarabağ, Riyad Qaradağlı. Yox, Riyad deyil, üzr istəyirəm. Onurdu. Sağ cinaha ötürülməsi alınmır. Sahib topu uzaqlaşdırır. Və beləliklə 90 dəqiqə başa çatır. Əlavə vaxt oynanılacaq. Əlavə vaxtı da qapılara qol vurulmur və oyun sonrası penaltilər seriyasına ehtiyac duyulur. Bir daha xatırladım ki, ötən mövsüm Qarabağ komandası penaltilər seriyasında 15 liqasının finalında Sabaha məğlubiyyət uğratmışdı. 17-16 hesablı nəticə qeydə almışdı. Görək bugünkü penaltilərdə sevinən tərəf kim olacaq? Nurəziz Əzizov və Uğur Qurbanlı topu və qapını artıq seçdilər. İlk zərbəni Xəzər yerinə yetirəcək. Xəzər Nağızadə, Neftçinin 7 nömrəli futbolçusu. Hər iki komanda yorğundur. 120 dəqiqə meydanda mübarizə aparırlar. Xəzər Nağızadə. Əkbər Əhmədov ona son tapşırıqlarını verir. Və diqqətlər Xəzər və Bilal. Görək bu dueldən kim qalib ayrılacaq? Xəzər sol ayağı ilə qapıya zərbə. Bilal Hacıyev istiqamət tapsa da topun qarşısını kəsə bilmir. Neftçi hesabda önə çıxır penaltilər seriyasında. Qarabağdan isə Əli Bəşirov sonradan meydançaya daxil oldu. Qarabağın 10 nömrəli futbolçusu mövsüm ərzində çox gözəl şəkildə çıxış etdi. Ümumilikdə U16 liqasının texnikalı futbolçularından biri hesab olunur. Əli Bəşirli topa yaxınlaşacaq. Hakim də artıq zərbəyə icazə verir. Əli topa yaxında qapıya zərbə. Nurəziz Əzizov yaxşı oynayır. Tarixi qurtarışda yadda qalır. Əli Bəşirov isə təəssüflənir, bu penaltidən yararlanmaq olmur. Neftçi yerinə yetirəcək. Qapçı Nurəziz Əzizov penaltini o yerinə yetirməlidir. Əgər Neftçi qələbə qazanarsa, Nurəziz də meydana ən yaxşı oyuncularından biridir. Qapıya zərbə, bu dəfə də qapıcı Bilal istiqamət tapır, amma topun qarşısını kəsə bilmir. Nurəziz Əzizov bugün gözəl qurtarışla yadda qalmışdı və bir də penaltiden vurduğu gol. Uğur Qurbanlı topa yaxınlaşır.
Xatırladım ki, Uğur Qurbanlı özündən bir yaş böyüklərlə mübarizə aparır. Ötən gündə U15 liqasının finalında meydanda çıxış edirdi. Uğur Qurbanlı və Nurəziz Əzizov. Uğur topu qapıdan keçirir, bəli, top qapıya daxil olur. 2-1 Neftçinin xeyrinə. Orxan Əliyev. Topa yaxınlaşacaq. Hələ ki, hər şey Neftçinin xeyrinədir. Orxan topa yaxınlaşacaq. Qapıya zərbə. Bu dəfə Bilal əks istiqamətə diqqətini yönəltmişdi. 3-1 Neftçi irəlidir. Amin Rızayev. Qarabağın təcrübəli oyuncularından biri. Azərbaycan Premyer Liqasında da debüt edən meydanda yeganə futbolçudur. Amin topa yaxınlaşdı, zərbə 3-2. Bu dəfə Nurəziz istiqamət tapmışdı. Emin Süleymanov. Topa yaxınlaşacaq. Görüşdə vurulan ilk qolun müəllifidir Emin Süleymanov. Qapıya zərbə, top qapıdadır. Bilal Hacıyev. Sanki istiqamətlər tapır, amma təbii ki, yorğunluq da var. 120 dəqiqədə onlar meydandadır. Riyad Qaradağlı topa yaxınlaşır. Həll edici zərbə ola bilər. Əgər Nurəziz bu topun qarşısını kəsərsə, Neftçi Azərbaycan çempiondur. Hər kəs həyəcanlıdır. Alfa U16 Liqasının bombardiri Riyad Qaradağlı topa yaxınlaşacaq. O bugünkü oyunda da gol vurdu. Riyad Qaradağlı topun içerisindədir. Nurəziz isə qapısında diqqətlidir. O artıq bugün bir penalti qaytarıb və 120 dəqiqə ərzində də gözəl qurtarışlara yətdə qalıb. Riyad topa yaxınlaşacaq. Həyəcanlı və tarixi anlara şahidlik edirik. Hakim də artıq zərbəyə icazə verir. Riyad topa yaxınlaşır, qapıya zərbə, amma Nurəziz Əzizov bu topun qarşısını kəsərək oyunun qəhrəmanına çevrilir. Neftçi Azərbaycan çempiondur. U16 Liqası, AFFA U16 Liqasında Azərbaycan çempionu Azərbaycanın Neftçi komandasıdır. Neftçi səbəblərə qələbə münasibəti ilə təbrik edirik. Bu dəfə Qarabağda alınmadı. 2 il ardarda ötən mövsüm penaltilərdə qələbə qazansa da bu dəfə Neftçini penaltilər seriyasından məğlub edə bilmir. Nurəziz Əzizov bugün 2 penalti qurtarışlı və bir qolla yadda qalaraq oyunun ulduzuna çevrilir. Hörmətli futbol azarkeşləri, bizə ayrılmış vaxt artıq başa çatdı. Gələn görüşlərə dək sağ olun və ən əsas odur ki, sağlam olun. Bir neçə dəqiqədən sonra mükafatlandırma mərasimi keçiriləcək.